15 Mart 11-ci sinif 11 sinifin ingilis dilinin izahını verirəm. Uşaqlar, məndəki B variantı da getdik. Deməli, burada bizdən fərqli antonimlər istəyir. Defend, müdafiə etmək, attack, hücum etmək. İkidə hər ikisi azad etmək mənasındadır. 3-də isə fail, kəsilmək, succeed, uğur əldə etmək. 3-ü götürürük. 5-də isə destroy, ləğv etmək, destroy, dağıtmaq, build, tikmək. 1, 3, 5, B variantı. 8-ci sualda isə cümlə qururuq. Deməli, cümləmiz B olacaq. Books are very important in the life of pupil. Bu isə A variantındadır uşaqlar. Deməli, 9-cu suala baxırıq. 9-cu sualda yesterday var. Yesterday varsa biz burada keçmiş zaman, yəni verb 2-də ya da sonu ed olan bir feil axtarmalıyıq. Burada isə break feilinin verb 2-si broke, C variantıdır. 10-cu sualında isə biz bilirik ki, wantdan sonra to feil gələr. Ona görə wanted to join şəklində B variantını götürürük. 11-cində isə very varsa, very-də biz adi dərəcədən istifadə edirik. Adi dərəcədə E variantındadır. 12-ci sualda isə bizə deyir ki, was the train 2 hours late? Niyə görə qatar 2 saat gecikib? Burada ona görə cavab C variantı olmalıdır. 13-cüdə isə uşaqlar, burada I will tell you-dan sonra bütün artıq cümlə olduğu kimi gəlməlidir də. Yəni mübtəda, xəbər, tamamlıq, yer, sonra zaman şəklində irəliləməlidir ardıcıllıq. Məsələn, A variantında whatdan sonra birinci köməkçi feil gəlib, amma nə gəlməli idi? Birinci mübtəda gəlməli idi. C-də də how long-dan sonra birinci mübtəda gəlməli idi. Sonra what time-da da birinci mübtəda gəlməli idi. Amma whatdan sonra they gəlib. What they are doing here at the morning. Görək burada E variantında nə səhvliyi var. 13-cü sualda isə how many bits-dən sonra are köməkçi feili gəlib, o da gedir. Doğru variantımız E variantı olur. 14-cü sualda isə butter sayılmayan isimdir. Few, many, a few isə sayılanlarla istifadə olunur. Elotun isə of'u yoxdur. Ona görə variantımız B variantı olur. 15-ci sualda isə one of-dan sonra the article gələr. Həm də the most-dan one of the most, belə bir ifadə var da bilirsiniz. Bir də in the world, dünyada. Ona görə də D variantı olaraq C variantını götürürük. Bir də mostdan sonra isim gəlsəydi D götürməyəcəkdik, amma mostdan sonra ancient sifət gəldiyinə görə götürürük. 16-cı sualda isə wasn't able-ın to'su yoxdur. D-də isə was able-ın to'su yoxdur. E-də ought to-nun to'su yoxdur. C-də isə hadn't to deyə bir şey yoxdur. Onların inkarı do və yaxud does dillə düzəlir. Ona görə cavabımız B variantıdır. 17-ci sualda isə deyir ki, nə vaxt ki insanlar savaşmağı, bir-biri ilə savaşmağı dayandıracaq, o zaman dünya daha yaxşı bir yerə gələcək. Ona görə cavab D variantıdır. When, nə vaxt? How, necə olmur? Why, niyə olmur? Although, baxmayaraq olmur. However, amma baxmayaraq olmur. 18-ci sualda isə baxırıq. A cup of tea doğrudur. İkincidə E ilə, E article ilə S cəm şəkilçisi bir yerdə işlənməz. 3-də isə to olmağına baxmayaraq Q-nun sonunda S yoxdur, istifadə oluna bilməz. Ona görə cavabımız 1-4C variantıdır. 19-cu sualda isə passive voice istəyir. The director has announced-dan sonra the new rules gəlir. Deməli, cümləmiz the new rules-la başlamalıdır. C-də E variantına baxırıq. Cümləmiz hansı zamandadır? İndiki bitmiş zamandadır. Yəni, has announced. Amma burada C variantında are var. Baxırıq, ona görə C variantı gedir. The new rules-da isə rules cəmdə olduğuna görə biz burada has yox, have istifadə edəcəyik. 19 D variantı olur. İndi isə gəlin 20-ci suala baxaq. 20-ci sualda uşaqlar deyir ki, word cəm xəbərdir. Cəm xəbərdirsə, hər iki tərəfdə cəmdə olmalıdır. Necə? Məsələn, baxın, burada deyir ki, some cəmdədir, some of it yazılıb. Amma some of them yazılmalıydı. Yəni, the salesman had a lot of antique carpets and a month later all of them were sold və yaxud some of them were sold. Deyir ki, dənizçinin çoxlu antik xalçaları var idi. Bir ay sonra o onların hamısını satdı və yaxud bir hissəsini satdı. Amma some of it-də onun çox hissəsini satdı olmur da, gələk onların çox hissəsini satdı olmalıdır. Amma burada isə it yazılıb. 1 ilə 4 səhvdir, 2 və 3 B variantı doğru variantdır.
21-ci sualda isə pleased with-lə işlənir. Ona görə A və E variantına baxacağıq. Uşaqlar, mənə zəng gəldi, dayandı. Deməli, pleased with-lə işlənir. Ona görə A və E variantını götürəcəyik. B, C və D variantı silirik. The little girl is pleased with the blues which was bought. Yəni, ona alınan, onun üçün alınan. Ona görə burada biz for istifadə edəcəyik. Onun üçün alınan bluza görə o məmnun oldu. Burada isə cavab A variantındadır. Of da ünlüdür. Bizə lazım olmayacaq. Ona görə cavabımız A variantıdır. 22-də isə deyir ki, yaxşı xüsusiyyətə malikdirlər. Necə insanlar? Kind, mehriban, gentle, yumuşaq, greedy isə acgöz, rude da kobud deməkdir. Acgöz və kobud insanlar yaxşı xüsusiyyətə malik ola bilməzlər. Ona görə cavabımız uşaqlar 1-2 olur. E variantıdır. İndi isə gəlin mətnin suallarına baxaq. 23-cü suala baxaq. Uşaqlar, mətnin tərcüməsini yorumlarda yerləşdirəcəm, amma indi isə yalnızca sualların cavabını deyəcəm. 23-cü sualda cavab A variantıdır. Deyir ki, what is Van Gogh'un bədii karyerası üçün nə xarakterikdir, nə önəmlidir? Burada 1 və 4-ü götürəcəyik. 1-də o əsərlərini 10 illik müddətdə çəkibdir. 4-cüdə isə deyir ki, onun əsərləri əsasən sakinlərin mübarizəsini təsvir edir. Ona görə cavabımız A variantıdır. 24-cü sualda isə deyir ki, mətnə görə doğru variantı seçin. Mətnə görə doğru variant nədir? C variantıdır. Vincent çoxlu sənət əsəri çəksə də onları nümayiş etdirməkdə çətinlik çəkirdi. A variantında Vincent ailəsinin ən kiçik uşağı idi deyir. B variantında Van Gogh ailəsinə Yaponiyadakı həyatı haqqında yazdırdı. Ailəsinə yox, qardaşına yazırdı uşaqlar. D variantında isə deyir ki, Vincent Hollandiyada qardaşı Theo ilə birlikdə böyüdü. E variantında isə deyir ki, Van Gogh'un bütün əsərləri o sağ olarkən satılmışdı. Xeyr, sağ olanda satılmırdı. Sağ olandan sonra isə satış rekorları qırmışdı. 25-ci suala baxırıq. 25-ci sualda isə mətnə əsasən cümlələri tamamlamalıyıq. Theo'ya yazdığı məktubda Vincent Van Gogh nə deyirdi? Burada cavabımız D variantıdır. Qaranlığı ifadə etmək üçün müxtəlif rənglərdən necə istifadə etdiyini izah edirdi. A variantında isə deyir ki, London və Parisdə bir çox sərgilərdə iştirak etdiyini bildirirdi. B variantında Rembrandt və Fransa kimi digər rəssamlara olan sevgisini göstərirdi. C variantında deyir ki, rəsm çəkmək üçün ona cəmi bir rəng kifayətdir deyirdi. E variantında isə gecə kafesi əsərinin, yəni Cafe Terrace at Night əsərinin onun üçün ən yaxşı iş olduğunu etiraf edirdi. 26-cı sualda isə mətn nə haqqındadır deyir. 26-cı sualda mətn A variantıdır. Bütün dövrlərin görkəmli Holland rəssamı haqqındadır. İndi isə gəlin 27-yə baxaq. 27-də bizdən deyir ki, to motivate or encourage someone, kimisə cəsarətləndirmək və motivasiya etmək nədir? Burada isə cavab inspire, ilham vermək olacaq. 28-ci sualda isə deyir ki, to improve, inkişaf etdirmək nədir? Improve sözünün sinonimi nədir? Bu da develop, inkişaf etdirmək deməkdir. 29-cu sualda isə complete the sentences by changing at least, paraphrase etməliyik. His works were largely unknown when he was alive, but they, sonra nə yazırıq? But they earned popularity and broke sale records of history. Bu şəkildə yaza bilərsiniz. Mətnin açıq suallarının hamısı doğrudur uşaqlar. Buradan götürə bilərsiniz. Listening hələ bəlli deyil. Listeningi tapsam sizə izah eləyəcəm uşaqlar. Nəticənizi yorumda yazmağı unutmayın. Əgər başa düşmədiyiniz bir məqam varsa yorumlarda yazın. İzahınızı izah edin. İnşallah yaxşı yazmısınız uşaqlar. Bu qədər. Kanala abunə olmağı da unutmayın.